Əziz oxucularımız, bugün sizlərə əməkdar incəsənət xadimi, sözün və həsrətin şairəsi Mədinə Gülgün haqqında söz açmaq istərdim. Mədinə Gülgün 20-ci əsr Azərbaycan ədəbiyyatında qadın duyğularını, ana məhəbbətini və vətən həsrətini poeziyanın mərkəzinə gətirən görkəmli şairələrdən biridir. O, 1926-cı ildə Güney Azərbaycanda dünyaya gəlmiş və taleyinin gətirdiyi ayrılıqları, ağrıları, ümidləri şeirlərinə köçürmüşdür. Şairənin yaradıcılığı ilk növbədə səmimiyyəti ilə seçilir. Onun misralarında süni pafos yox, yaşanmış hisslər, daxildən gələn bir səs var. Mədinə Gülgün qadın taleyini, ana olmağın məsuliyyətini, ailə dəyərlərini və milli kimliyi dərin bir həssaslıqla ifadə etmişdir. O, qadının cəmiyyətdəki yerini, onun daxili dünyasını poeziya vasitəsilə görünən etmişdir. Mədinə Gülgünün poeziyasında vətən anlayışı xüsusi yer tutur. Güney və Quzey Azərbaycan arasında yaşanan ayrılıq onun şeirlərində həsrət, niskil və ümid kimi əks olunur. Bu ayrılıq şairənin qələmində təkcə coğrafi məsafə deyil, mənəvi ağrı kimi canlanır. O, vətəni bir torpaq parçası deyil, ana, xatirə və kimlik kimi təqdim edir. Şairənin dili sadə, lakin təsirlidir. Onun şeirləri asan oxunur, uzun müddət yaddaşda qalır. Ana dilinə olan sevgisi, milli mənəvi dəyərlərə bağlılığı Mədinə Gülgünün yaradıcılığını fərqləndirən əsas cəhətlərdəndir. Mədinə Gülgün təkcə bir şairə deyil, həm də qadın iradəsinin, dözümünün və sədaqətin simvoludur. Onun poeziyası bugün də oxuculara ana sevgisini, vətən həsrətini və insan olmağın dəyərini xatırladır. Mədinə Gülgünün söz dünyası Azərbaycan ədəbiyyatında silinməz iz buraxmış, gələcək nəsillər üçün qiymətli bir mənəvi miras olaraq qalmaqdadır.